ən dəhşətli itki nədir sizin üçün? Birincisi ailədir. Ailəni itirmək elə bir ki, həyatda tamam başqa yola düşməkdir. Məsələn, mən atamı çox tez itirmişəm. Ata qayğısı demək olar ki, görməmişəm. 5 yaşında atam dünyasını dəyişib. Amma indi onun tələbələri 3 gün bundan qabaq bir tələbəsini görmüşəm. Mənə deyir ki, 75 il bundan qabaq elə bu günlərdə idi deyir, ya bundan bir neçə gün qabaq. Biz balaca uşaq idik. Bizim evimizin, yaşadığımız evin yanında məktəb var idi. 206 nömrəli məktəb. O 206 nömrəli məktəbdə oxuyurdum. Səhər saat 8-ə 5-10 dəqiqə qalmışdı. Biz yerdik sinifə. Gəlib baxırdıq sizin qapıya görək. Murtuza müəllim çıxıb, hələ çıxmayıb. Bilirdik ki, o çıxdı qapıdan işə gəlir də dərs deməyə. 3 dəqiqə, 2 dəqiqə çəkir. Tez əyləşirdi yerimizdə ki, Murtuza müəllim gəlir. 75 il bundan qabaq. İndi hətta mənim fikrimdən belə bir şey də keçdi. Ona söz verdim, gəlib deyəcəyim sənə, görüşəcəyik. Hətta istədim, atam haqqında onun xatirələrini yazım. Elə şeylər danışdı 5 dəqiqənin içərisində mənim üçün. Elə bir ki, mən qayıtdınız o qayıtdım dünyaya, o o günlərə. illərə. Bəli.